dırnaq göbələyi, dırnaqda olan qaralma, dırnaqda olan saraltı, dırnağın sıradan çıxması, qalınlaşması, belə problemlər səndə də var. Varsa əgər, o zaman bu video sənə gəlir. Diqqətlə izləyirsən, sonra kimi ekranda olan plus işarəsini toxunmağı rica edirəm hər birinizdən. Yaxınlaşırsınız sizə yaxın olan bir aptekə, bütün apteklərdə satışı mövcud olan və qiyməti çox münasib olan Avrokompaniya şirkətinə məxsus olan bir dənə Mikosept damcı alırsınız. Gündə 2 dəfə, səhər və axşam göbəli olan dırnağa, qaraltı olan dırnağa cəmi 3-4 damcıladırsınız və bu formadadır məhsul. Pipetkası da var üzərində, pipetka ilə damcıladırsınız və dırnağı qalınlaşanlar, kimin ki dırnağı qalındır, qaralıb, qalınlıq var, o zaman siz damcıdan istifadə edəndən sonra bu pilka ilə dırnağın üzərindən pilkalayırsınız və bir neçə dəfə pilkalayandan sonra artıq dırnağınız əvvəlki vəziyyətinə geri dönmüş olacaq. Dırnaq göbələyinə son deyirik artıq. Videonu bəyənin, zəhmət olmasa.